Bu videoda dəniz, körfəz, boğazlar, yəni okeanın hissələri haqqında məlumat verəcəyik. Dənizlər quru və sualtı maneələr vasitəsilə okeanlardan ayrılır. Yəni onların dənizlərin bir təbii sərhəddə olur okeanlarla və 3 yerə bölünür. Daxili dənizlər, kənar və adalararası dənizlər olur. Daxili dənizlər daha çox quru içərisinə daxil olan dənizlərdir. Məsəl üçün Qara, Azov, Aralıq, Mərmərə, Baltik və s. Kənar dənizlər isə əsasən şelf və materik yamacında olurlar. Materiklərin kənarında yerləşir. Misal olaraq Bering, Oxot, Karib, Norveç, Sarı və s. dənizlərini göstərə bilərik. Adalar arası dənizlər isə arxipelagda yerləşirlər. Yəni çoxlu sayda adaların arasında yerləşdiklərinə görə kənar olsalar belə onlara adalar arası dənizlər deyirik. Məsəl üçün Sulu, Sulawesi, Yava, Fiji, Filippin dənizlərini deyə bilərik. Körfəzin isə okeanla təbii bir sərhədi yoxdur. Dənizlərdən fərqli olaraq körfəzlərdə təbii sərhəd olmur. Və bəzi körfəzlər var ki, onlar əslində dənizdir. 7-ci sinif dərsliyinə əsasən qeyd olunur ki, Meksika və Hudson körfəzləri əslində dənizdir, amma onlara uzun illər körfəz adı verilibdir. Ərəbistan dənizi isə əslində körfəzdir, ona isə dəniz adı verilmişdir. Burada daxili dənizlər qeyd olunub. Aralıqdır, Tirrendi, Liguriya, İon, Qara, Azov, Baltik, Qırmızı, Ağdəniz. Kənar dənizlər var, deməli Şimal dənizidir, Norveç, Qrenlandiya, Kara, Laptevlər, Çukot, Bering, Oxot, Yapon, Sarı, Şərqi Çin və s. Bunları birazdan xəritədə də biz görəcəyik. Adalararası dənizlər isə deməli Baffin, İrlandiya, Sulu, Sulawesi, Banda, Moluq. Qeyd olunub ki, Sakit Okeanda daxili dəniz yoxdur və Cənub yarımkürəsində daxili dəniz yoxdur. Yəni daxili dənizlər ən çox ümumiyyətlə Atlantik okeana aiddir və Cənub yarımkürəsində də biz daxili dənizlərə rast gəlmirik. İndi isə dünya dəniz xəritəsinə nəzər salaq. Dənizlərin yerini öyrənək. Deməli, şimaldan başlayırıq. Beaufort dənizi, Şimal Buzlu okeana aid Beaufort dənizi. Sonra Qrenlandiya dənizi, Norveçdir, Şimal dəniz, Labrador, Baffin, Barents, Pechora, Kara, Laptevlər, Şərqi Sibir, Çukot, Oxot, Yapon, Sarı, Şərqi Çin, Cənubi Çin dənizi, Andaman, Ərəbistan, Mərcan, Arafur, Timor, Tasman dənizidir. Antarktidanın sahilində yerləşən bütün dənizlər kənar dənizlərdir. Bunlardan Ross, Amundsen, Bernhausen Sakit okeanıdır. Oedel, Lazarev, deməli Atlantikin, digərləri isə Hind okeanının hövzəsinə aiddir. Reserv Larsen'də kosmonavtlar, Birlik, Davis və D'Urville dənizləri, Sarqas, Karib, bunlar da kənar dənizlərdir. Daxili dənizlərdən isə biz Azov, Qara, Baltik, Aralıq, İon, Adriatik, Tirren, hətta burada Mərmərə və Egey dənizləri də var. Bunları qeyd edə bilərik. İndi isə körfəzlər haqqında məlumat alaq və okeanın quruya çox daxil olmuş hissəsinə biz körfəz deyirik. Körfəzlər Sakit okeanda Alyaska, Kaliforniya körfəzi, Atlantikdə Gvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riga, Botnik, Fandi, Hind okeanında Bengal, Böyük Avstraliya, İran, Ədən, Oman, Şimal Buzlu okeanda Hudson və o körfəzləri mövcuddur. Bu az öncə dediyimiz kimi bəzi dənizlər körfəzlər əslində dənizdir və Avropanın xəritəsində körfəzlərə nəzər yetirək. Botnik körfəzidir, Fin, Riga, Bristol körfəzi, qabarma çəkilmə çox olan ərazidir. Biskay körfəzidir həmçinin. Lion körfəzi, Rona çayının hövzəsidir. Daha sonra digər Asiyanın körfəzlərinə nəzər yetirib. Burada Anadır körfəzi yerləşir bu hissədə. Şelikhov körfəzidir. Bakbo körfəzi, Siam, Bengal körfəzi, Qaq və Brahmaputranın hövzəsidir. Ədən körfəzi, Oman, İran, bunlar neft ehtiyatı ilə zəngindir və Xəzərdə yerləşən Türkmənistan ərazisində Qaraboğazqol körfəzi qeyd olunmuşdur. Şimali Amerikanın körfəzləri
Sahilində yerləşən Alyeska körfəzi var. Sakit okeana aiddir. Hudson körfəzi Nelson və Churchill çaylarının hövzəsidir. Müqəddəs Lavrenti burada, Müq Lavrenti çayının hövzəsi burada yerləşir. Fandi və Min körfəzləri var. Ən böyük dünyada qabarma çəkilmə hadisələri baş verir. Meksika körfəzi, neft əhəmiyyəti böyükdür. Və Mississippi çayının hövzəsi burada yerləşir. Eroziya bazisidir. Kaliforniya körfəzi, deməli Colorado çayının hövzəsi burada yerləşir. Digər materikə, burada isə Avstraliya və Afrika verilib. Sahillərində gördüyümüz kimi çoxlu sayda körfəzi yoxdur. Afrikanın sahilində Qvineya körfəzidir. Qvineya körfəzi 4 yarımkürədə yerləşir. Həm Qrinviç, həm də ekvator xətti onu kəsib keçir. Həmçinin burada deyə bilər ki, Kongo, Niger çaylarının hövzəsi burada yerləşir. Avstraliyanın şimalında Carpentaria, cənubunda isə Böyük Avstraliya körfəzi var. Boğazlar. Boğaz dünyada deməli okeanın hər hansı bir hissələrini birləşdirən, qurunu isə bir-birindən ayıran sahələrdir. Ensiz sahələrdir. Bu sahələr indi bunların yerlərinə bir-bir xəritələrdə nəzər yetirək. Danimarka boğazı Qrenlandiya və İslandiya adalarını bir-birindən ayırır. Şimal buzulu və Atlantik okeanı arasında əlaqə yaradır. La Manş boğazıdır. Pas-de-Calais boğazı La Manş Böyük Britaniyanı qitədən ayırır. Pas-de-Calais isə İrlandiya və Böyük Britaniya adalarını bir-birindən ayırır. Sonra Skagerrak və Kattegat boğazları var. Bunlar da Baltik və Şimal dənizi arasında əsasən əlaqə yaradır. Kerç boğazı Qara dənizlə Azov dənizi arasında, Bosfor, Qara və Mərmərə, Dardanels, Egey və Aralıq arasında əlaqə yaradır. Daha sonra adaları bir-birindən ayıran Bonifacio var. Messina yarımada və adanı bir-birindən ayırır. Cəbəl Tarıq qitələri bir-birindən ayırır. Atlantiklə Aralığı bir-birinə birləşdirən boğaz hesab olunur. İndi isə Asiyanın sahilindəki boğazlara baxaq. Bering boğazı Asiya ilə Şimali Amerikanı ayırır. Şimal buzlu okeanla Sakit okeanı əlaqələndirir. Yəni okeanları əlaqələndirən boğazlar sırasındadır. Daha sonra Tatar boğazı baxaq. Tatar boğazı deməli Sakhalin adasını qitədən ayırır. Oxot və Yapon dənizlərini əlaqələndirir. Kunaşir Kuril adaları ilə Yapon adalarını ayırır. Sangar boğazı Hokkaido ilə Honshu adası ayırır bir-birindən. Koreya yarımadasını ayırır Yapon adalarından. Tayvan adasını qitədən ayırır. Malakka və Zond okeanları əlaqələndirir. Nəqliyyat əhəmiyyəti var. Makassar adaları ayırır və həmçinin Kalimantan adasını digər adalardan, yəni Sakhalin adasını ayırır. Polk adaları adanı ayırır. Şri-Lankanı Hindistandan ayırmaq üçündür. Hörmüz boğazı əsasən İran körfəzi ilə Oman körfəzi arasındadır. Onları bir-biri ilə əlaqələndirir. Bab-el-Məndəb Qırmızı dənizlə Ədən körfəzini bir-birinə birləşdirir. Ərəbistan yarımadasını isə Afrika materikindən ayırır. Sonra Cənubi Amerika, Afrika, Avstraliyanın boğazlarına baxın. Magellan və Drake Cənubi Amerikanın cənubunda yerləşir. Bilir ki, Drake ən enli boğazdır dünyada və bu boğazlar Atlantik və Sakit okeanı əlaqələndirir. Antarktida ilə Cənubi Amerika arasında sərhəd rolu oynayır. Onları bir-birindən ayırır. Mozambik boğazı Madagaskarı qitədən ayırır. Torres boğazı isə yerləşir Avstraliyanın şimalında. Hind və Sakit okeanı əlaqələndirir. Həmçinin Bas boğazda, Bas həmçinin Tasmanı qitədən ayırır. Cook boğazı var burada. O Zelandiyada yerləşir. Zelandiya bilir ki, 2 böyük adası var. Şimal və Cənub adası. Həmin adaları bir-birindən ayıran boğazdır. Sonra Şimali Amerikanın sahillərindəki boğazlara bax. Beringi az öncə demişdik ki, Şimal buzlu ilə Sakit okeanı əlaqələndirir. Qitələri bir-birindən ayırıb okeanları əlaqələndirən boğazdır. Həmçinin Davis boğazına, Danimarka boğazında deyə bilər ki, okeanı əlaqələndirir. Şimal buzlu okeanla Atlantik arasındadır. Danimarka İslandiya ilə Qrenlandiyanı ayırır. Davis isə Baffin torpağının Qrenlandiyanı ayırır. Hudson Baffin torpağı ilə Labrador yarımadası arasındadır. O cümlədən Hudson körfəzi ilə
Atlantik okeanını əlaqələndirən boğazdır. Florida boğazı, Yucatan boğazı, deməli əslən Florida boğazı Florida yarımadası ilə digər adaları ayırır və Meksika körfəzini Atlantik hövzəsinə birləşdirir. Həmçinin eynilə Yucatan da Meksika ilə Karib arasında əlaqə yaradır.